Bismillahirrahmanirrahim. Bax, bu Nisan ayının yağışının suyunu yığırıq. Yığmışam burası tasları. Sular yığılır. Demək, Nisan ayının yağışı bütün dərdlərin dərmanıdır. Bu dərmanla daha həkimlərin dərmanına ehtiyac qalmır. Rum ayı olan Nisan ayında yağışın suyundan götürürsən və ona 70 dəfə Fatihə, 70 dəfə Ayət-əl Kürsi, 70 dəfə Kafirun, 70 dəfə Əla surəsi, 70 dəfə Fələq, 70 dəfə Nas, 70 dəfə İxlas, La ilahə illallah 70 dəfə, 70 dəfə Allahu Ekber, 70 dəfə Allahümmə səllə əla Muhammedin və ali Muhammed, 70 dəfə Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu ekber oxuyun. Sonra onu 7 gün hər səhər dan yeri söküləndə ardıcıl içirsən. Bunu içən hər insanda Allah bütün bunu içən insanda Allah bütün dərdləri götürər. Allah ona sağlamlıq bağışlayar. Allah onun bədənində, sümüklərində olan hər bir dərdi lövh-i məhfuzda yazılmış olsa belə məhv edər. Övladı olmasa o sudan övladı olmaq niyyəti ilə içsə Allah ona övlad verər. Sonsuz qadın bu niyyətlə içsə övlad sahibi olar. Əgər arvad, oğlan və ya qız övladı istəsələr və bu niyyətlə içsələr Allah onlara istədiklərini verər. Hər kəsin baş ağrısı olsa bu sudan içsə onun dərdi gedər. Əgər gözlərində dərd olsa gözlərini bu su ilə yusa inşallah Allahın izni ilə şəfa tapar. Dişlərinin dibini bərkidər. Ağzını iynə aparar, diş kötüyündən suyunu və bəlğəmini azaldar, yemək və içməkdə dişə qurd düşməsinin qabağını alır, qarında qaz yığılmasının qarşısını alır, bel və qarın ağrısını aparır, daha heç vaxt soyuq dəymədən və diş ağrısından əziyyət çəkməz. Mədə ağrısı və mədə qurdlarından azad olar, hicamət etməyə ehtiyac olmaz. Bu mənə sərf eləmir. Babasil, qoturluq, dəlilik, su çiçəyi, xora, bədəndə ağ ləkələrin yaranması, burundan qanaxma, istivraq, lal kar olma, iflic, gözə su gəlmə kimi xəstəliklərə düçar olmaz. Onun orucunu yiyəcək və namazını tərk edəcək xəstəliklərə düçar olmaz. Cinlərin, şeytanların vəsvəsəsindən azad olar. Hər kim bu sudan içsə və bütün dünyada olan xəstəliklərə tutulsa şəfa tapar. Allah onun qəlbini nur, işıq, öz məhəbbəti ilə doldurar, onun qəlbinə daxil olar, hikməti dilinə cari edər, ürəyini idrak və elmlə doldurar, ona heç kəsə verilməyən kəramətləri əta edər, ona 1000 dəfə məğfirət və 1000 rəhmət göndərər, onun qəlbindən xəyanət, qeybət, həsəd, təkəbbürlük, paxıllıq, hərislik, qəzəb kimi pis sifətləri uzaq edər, insanlarla düşmənçilikdən, onların pis rəftarlarından amanda qalar, bütün xəstəliklərdən şəfa tapmağa səbəb olar. Bir şəxs zindandan məhbus olsa və bu sudan içsə tezliklə azad olar. Onun orqanizminə heç vaxt soyuq qələbə çalmaz. Hər kim istəsə ki, Nisan suyundan təsiri daha da çox olsun və güclü olsun, qeyd olunan surə və zikirlər daha çox adamla cəm halında oxusunlar. Rum ayı olan Nisan Novruz bayramında 23 gün keçəndən sonra başlanılır və 30 gün müddətinə davam edir. Demək, qardaşlar, bu suyu əvvəl mən Navalçadan yığırdım. İndi ancaq birbaşa tasdan yığıram. Nəyə görə? Navalçanın içində istər-istəmə torpaq olur. Bu su gəlir, yəni mənim öz fikrimdir ya. Bu su gəlir, yəni torpaqla reaksiyaya girməsin. Bunu birbaşa yığmaq lazımdır. Mən bu yerəcə Navalçadan yığmışam. Ancaq bu dəfə özüm şəxsən yığmışam bu sudan. Bu tasların içinə və Allah qoysa istifadə edəcəyəm. Və rəhmətullahi və bərəkatuhu.